uzun vaxt video falan çəkmirdim. Hətta kanalı belə bağlamışdım, amma özümü mental cəhətdən heç yaxşı hiss eləmirəm həqiqətən. Onun üçün telefonu açdım və sadəcə danışmaq istədim ki, içimdəkiləri bura töküm və bəlkə də bu məni biraz rahatladır həqiqətən. Çünki həyat o qədər stresli keçir, o qədər çətin keçir ki, bəzən bilmirəm neynim deyəcəm, amma əslində yəni bir planım var beynimdə, bir yol var, amma yəni, inanılmaz çətin keçir həqiqətən. Bu qədər çətinliyin arasında mental sağlamlığı qorumaq çox çətin olur. Kameranı açanda qəribə bir ciddilik gəlir üstümə, bilmirəm niyə. Bəlkə də bir gün insanların bu videoları izləmə ehtimalı ağlıma gəlir, ondandır. Amma bayaqdan mənim beynimi və yaxud necə deyim, ruhumu artıq nə deyilirsin, narahat edən fikirlərə demək istəyirəm ki, rahatlaşım yəni. Çıxsın, getsin məndən. Bütün niyyətim bu idi. Amma deyəsən YouTube'a video çəkməyə davam edəcəm və bu dəfə həmişəkindən daha yaxşı, daha güclü davam eləmək istəyirəm. Bilmirəm, bacaracağam yoxsa yox. Amma yoxlamaqdan, try eləməkdən başqa çarəm yoxdur həqiqətən. Çünki günü-gündən yaşım da artır. Bir növ bunun da stresi gəlir üstümə. Yəni, mən əslində çox şey eləmək istəyirdim. Amma çətinliklər, bəzi şəraitsizliklər əl vermir. Bəzi fake insanlar, fake dostlar, sənə güvənməyən ətraf, ailə falan filan. Bütün bunlar, yəni hər dəqiqə, hər an, hər saniyə bir savaş içindəyəm sanki. Psixolojik savaşda. Hər kəs sanki mənə qarşıdır. Fakt elədir, bəlkə də bu hamımızın həyatında yaşanır. Amma mənim həyatımda ekstrem yaşanır həqiqətən. Bunu bilirəm. Bunu zənn eləmirəm. Bu belədir. Yəqin ki, mənim də xətalarım var. Amma bilmirəm. Hələ ki, düzəldə bilmirəm. Hər gün çalışıram ki, dünənkindən daha yaxşı olum. Yəni, alkoqol içən biri deyiləm. Nə bilim, narkotik vasitədən istifadə edən biri deyiləm. Əksər vaxt qidalanmağıma, yeməyimə, içməyimə, idmanımı fikir verməyə çalışan biriyəm, amma bunlar belə bir yerə qədər bəs edir. Çünki pul qazanmaq, make the money, it's all about the make the money. Pul qazanmaq lazımdır həqiqətən. Bunun fikri məni illərdir sıxır, həqiqətən sıxır. İllərdir rahat yuxu yata bilmirəm, qoymur. Narahatam, amma birinin əlinin altında işləmək getdikcə çətinləşir. Mənim üçün çətinləşir. Çünki xarakter olaraq dobra xarakterli, dürüst biri olanda bir şəkildə iş yerlərində insanlar səni sevmir həqiqətən. Bilmirəm necə olacaq. Üzgün deyiləm əslində. Stresli də deyiləm və oturub ağlama videosu falan da deyil.
Amma həqiqətən öz potensialımı bilirəm əslində. Bilə-bilə, göz görə-görə hər günüm boşuna gedir, yanır yəni. Həyatım məhv olur və heç eləyə bilmirəm. Yəni, nə qədər bir şey eləməyə çalışsam da bəs eləmir, eləyə bilmirəm. Bu məni incidir. Bu məni içsən-içə yandırır həqiqətən. Amma yandırmır. Yəni, şey bir beynim də var. Optimist bir beynim də var. Hər gün özümü motivasiya eləməyə çalışıram. Amma bir yerə qədər bəzən də bezirəm. Yəni, çünki illərdir bu davam edir. Bir şəkildə ayaq üstə dayanıram yəni. Amma bunlar da olmasa çünki həqiqətən mental cəhətdən məhv olaram. Özümə həmişə dəstək oluram. Özümü qabağa itdirməyə, yəni inkişaf eləməyə çalışıram, amma neynirəm eləyim, nəticə gəlmir. Həqiqətən nəticə gəlmir. Bəzən sinirlənirəm, deyirəm risk götürüm, ekstrem şeylər eləyim, nə bilim, ki bir şeyi bir şəkildə alındıra bilim. Amma olmur. Bəzən olmayan da olmur. Bilmirəm nədirsə bu. Sanki bir qapı var və o qapı bağlıdır həqiqətən. O qapını açmaq üçün əlimdən gələni eləyirəm, amma olmur ki, olmur. Amma bunu demək istəyirəm ki, həqiqətən çox inatçı bir insanam. Lazım gəlsə o qapını sındıracağam yəni. Çünki bunun başqa çarəsi yoxdur. Bir şəkildə düzəlməlidir bəzi şeylər. Bir şəkildə dəyişməlidir artıq. Bunu da mənim həyatımda yalnız mən eləyə bilərəm, bunu da bilirəm. Yorğunam demək istəmirəm. Yorulanda bile yorğunam demirəm heç vaxt. Enerjim var, eləyərəm deyirəm. Amma bir şeyin nağdı hiss edirəm ki, həqiqətən də yaşlanıram, yaşım artır yəni. Son vaxtlar bunun da yüngül stresi gəlib mənə. Nə qədər istəyirəm başımı dağıdım, fikir verməyim, bezləməyim, amma içdən-içə bir şəkildə mənə narahat edir ki, bu dəqiqə bu videonu çəkirəm və bu qədər danışıram da yəni. Mənim həyatımın açarı da belə deyim, bütün qərarlarım məndədir, mənə heç kəs kömək edə bilməz. Sizlərə də heç kəs kömək edə bilməz. Sizin özünüzdən başqa. Sadəcə keçən günlər yadıma düşür, yəni keçmiş günlər yadıma düşür, həqiqətən də üzülürəm yəni. Normalda çox egoist bir insanam, hər kəs asan üzülmərəm, amma özüm üzülə bilirəm. Bu da pis bir haldır. Yəni dediyim kimi, özüm əlimdən gəldiyi qədər toparlanmağa çalışıram, bir şeylər eləməyə çalışıram. Boş yaşamağı sevmirəm əslində, boş yaşamaq mənasızdır bu həyat, amma pul olmayanda boşla keçir həqiqətən. Deyir ki, ən pisi bir şeylə eləyirsən, nəticə gəlmir. O adamı yandırır həqiqətən. Əvvəllər şey deyərdim, bəzi insanlar bəzi şeyləri asanlıqla qazanır, nə bilim, daha sürətli, cəld qazanım. Həvəsli olurdum, işləyərəm, eləyərəm falan filan, amma görürsən ki, o deyil. Çünki insanların özü də bir xeyli problem çıxardır. Yəni yolu gedirsiniz, amma yəni deyək ki, aslansız, meşəyə girirsiniz. Qaranlıq bir meşədə, yolun sonunda işıq var. Amma o yolu gedəndə bir də görürsünüz yolda tülkü çıxır. Başımı qarışdırır. Gəl qardaşım, neynirsən, oraya gedirsən, oraya boş söhbətdə eşitmişəm ki, orada işıq yoxdur. Yəni başımızı qarışdırırlar, beynimizə girməyə çalışırlar. Onun üçün dünya da gələ dağılsa, hədəfdən, fikirdən yayınmaq olmaz əsla. Bu mənim üçün belə, yəni mən belə düşünürəm. Amma
sırf o ışığa çatacağım deyə də həyatın bəzən də maraqlı, zövqlü yerlərini qaçıra bilirəm. Əlimdən gəldiyi qədər çalışıram ki, bu şərtlərdə, bu şəraitdə özümü bir şəkildə çatdırım. Heç olmasa istədiyim şeylərə biraz da olsa. Amma o deyil yəni. Yaxşı keçmir bu cavanlıq, həqiqətən yaxşı keçmir. Bu yaş elə də onsuz asan keçmədi. Bundan sonra da asan da olmayacaq. Ben oturup ağlamıram, dilənmirəm, heç kəsdən nəsə istəmirəm. Amma son illər həqiqətən çox tək qaldım mən. Çox tək qaldım. Və bundan sonrasında dərk edirəm ki, bundan sonra daha betər təkliklər baş verə bilər. Yəni Allah hər kəsin valideynlərinə can sağlığı versin, mənimkilər də içində olmaqla. Yəni də nəticə olaraq bu həyatda təklik həqiqətən. Təkik və bunu dərk edirəm. Bir şeylər eləyib bəzi şeyləri dəyişdirməliyəm. Bunun başqa çarəsi və yaxud başqa çıxış yolu yoxdur həqiqətən. Ümid edirəm dəyişdirə bilərəm. Ümid edirəm özümə verdiyim sözləri yerinə yetirə bilərəm. Ümid edirəm bacararam. Mən sənin yanındayam Feyyaz. Yanında olan şəxs belə özünsən. Başqası deyil yəni. Həmişə özümə dəstək olmağa çalışdım bir şəkildə. Özümü mental cəhətdən də sağaltmağa çalışdım. Yəni, necə deyim, bir növ mən özümün coachuyam. Coach dediyimiz, məsələn üçün, deyək, futbolda futbolçuların treneri olursa, nə bileyim, bir döyüşçünü döyüşə hazırlayan bir müəllimi olursa, mənim həyatıma bu adam həmişə özüm idim həqiqətən, başqası deyildi. Yəni, bütün bu qədər şey idarə eləyəndən sonra hər şeyi idarə eləmək məcburiyyətindəsən. Özünü belə, öz qərarlarını belə, iş falan, o, bu, ailə, nə bileyim, qadınlarla münasibət falan filan. Çox yemək olmaz, nə bileyim. Yəni, hər şeylə bir qadağadır, hər şey. Yəni, bayırda sosialdə istədiyin kimi danışmaq olmaz, iş yerində diqqət eləməlisən, filan yerdə filan sözü deməyəsən, filan yerdə filan hərəkət eləməyəsən, müdür səni qovmasın, o, bu, niyə bu qədər az maaş falan filan, daha yaxşı həyat necə olar, ona bax, buna bax, o, bu beyin partlayacaq artıq həqiqətən. Çünki birdən də çox variant fikirləşməlisən, yoxsa insanoğlu bir yerə girir, öyrəşir ora və həyat ondan da məhv olub bitə bilir. Bundan da qorxuram həqiqətən. Çünki əslində həyat doluyam, yəni yaşamaq istəyirəm bu həyatı. Əyləncəni də sevərəm, gəzib dolaşmağı da sevərəm, amma bu qədər stresdən sonra içdən-içə insan o qədər məhv olur ki, birdən-bir olmur o. Yavaş-yavaş hər gün, hər saniyə işləyir. Bütün bu proseslər, bütün bu downlar işləyir yəni mənfi hallarda, belə deyim, bu mənfi stresli hallar işləyir. İçdən-içə də insanı öldürür həqiqətən. Çünki mən dediyim kimi çox enerjik həyat dolu biri idim əslində. Amma bugün belə bir video çəkirəm yəni, çünki şərtlər, vəziyyət və ruh halım belədir. Bir sosialitəyə girmək, yeni insanlarla tanış olanda o abavanı idarə eləmək, özünü tanıtmaq falan filan. Yəni bütün hər şey çətindir, asan bir şey yoxdur.
Yəni özüm kimi olmaq istəyirəm. Aha, kefimin istədiyini eləyim. Bugün ürəyim bunu eləmək istədi. Yəni belə bir lüksüm yoxdur mənim. Çünki adicə belə bir şey deyim. Bir insanla, bir yaxınınla belə danışanda lazım olmayan yerdə, lazım olmayan sözü desən hər şey pozula bilir. Yəni ekstrem dərəcədə çətindir. Bildiyin robota çevrilirsən bir yerdən sonra. Mən də özüm olmaq istəyirəm. Əlbəttə, amma bir yerə qədər ola bilirsən. Yaşadığımız dünya bunu çox əl vermir çünki. Onun üçün YouTube'da biraz ürəyimi açmaq istəyirəm həqiqətən. YouTube'da da bir şeylər eləməyə çalışıram, amma videolara da baxılmır həqiqətən. Videolara baxırsa insanların reaksiyası görəsən necə olar falan filan. Bu da bir tərəfdən bəlkə məni narahat edir, çünki mən heç vaxt fame biri olmamışam. Yəni buna hazıram, hazır deyiləm, mən özüm də bilmirəm. Sadəcə bütün keçmiş yaşadıqlarım yadıma salanda onu bilirəm ki, heç bir asan bir həyat yaşamadım. Bütün bu olanların hamısı mənim günahım deyildi, amma başqalarını günahlandırmaq bəhanə deyə belə necə deyim, kişiyə yaraşan bir hərəkət deyil məncə. Özümdə də %100 xətalar var. Nə bilim, bəzi yaşlarımda gənc idim, bəzi yaşlarımda uşaq idim, bəzi yaşlarımda başqa şeylər istəyirdim, onların arxasıca getməyə çalışırdım. Yəni də hamımız xətalar edirik, xətasız alınmır çünki, mümkün deyil. Belə gəldim, çatdım 27-yə həqiqətən. Görək bundan sonrası necə olacaq. Bir dostuma uzun illər qabaq demişdim ki, bəs 28-də çox pulum olacağına inanıram. Bunu da buradan da demək istəyirəm, yəni dedim hətta. Pul mənim həmişə ən böyük crush'ım, ən böyük istəyim, ən böyük marağım və sevgim idi bu həyatda. Bilmirəm, görək sonunda onunla qovuşa biləcəkmi, yoxsa yox. Nə istəyirsən bu həyatda səndən qaçıranmı bu? Belə bir gerçəyi də var bu həyatın. Nəyi çox istəyirsən səndən də qaçır. Bilmirəm, bəlkə məndə belədir. Bəlkə bəzilər həqiqətən əldə edə bilir istədiklərini rahatlıqla. O da bir bacarıqdır. Amma məndə vəziyyət belədir yəni. Bilmirəm nə olacaq. Bu videonu ümid edirəm bir şeydən utanmadan, narahat olmadan, özümü sıxmadan tam halıyla çəkirəm bu dəqiqə, YouTube'a ata bilərəm yəni. Özümə də onu demək istəyirəm ki, narahat olma, düz xətalar eləyib, bəlli bir vaxtı yandırsan da, məhv eləsən də, hələ də vaxt var. Nə qədər ki, nəfəs alırsan, hələ də oyundasan, yəni, hələ də həyatdasan, yaşayırsan, hələ də ehtimal var, şans var. Nə qədər ki, sağlamlığın falan yerindədir. Bunların əksində hamısı böyük bir zənginlikdir həqiqətən. Sadəcə bütün şeylərdən doğru şəkildə istifadə eləməyi bacar və fokusdan, özünü pis hissələsən də fokuslan, mental cəhətdən pis hissələsən də fokuslan və bildiyin yoldan dönmə. Çünki başqa bir yolla yoxdur həqiqətən. Həyat belədir. Beyinlə istədiyin yolu cızırsan və o istədiyi alındırmaq üçün bütün gün savaşırsan bir şəkildə. Biri ilə savaşmaqdan, dalaşmaqdan söhbət getmir. Sırf özünlə yaşam arasında bir savaşdır bu. Ümid edirəm bacararsan.
Səni çox istəyirəm. Egoist biri olduğumu demişdim. Nə də bacaracaq oynaram. Mən əlimdən gəldiyi qədər sənə kömək edəcəm. Özünə yaxşı bax. Hələlik.